اما بعد قوله تبارك وتعالى في محکم کتابه بسم الله الرحمن الرحیم یا ایها الذین آمنوا اطیعوا الله و اطیعوا الرسول و اولی الامر منکم و قال رسول الله صلی الله علیه و آله و سلم انما العلم
İmam Sadiq Həzrətləri fərmaş buyurdular 3 dənə əslidən. Əvvəl o dini məclisdə, ilahi məclisdə, ruhani məclisdə, mənəvi məclisdə Allah əhkamı izah olan şəriət nəbəvi müsəlmanlar üçün aydınlaşan məsail dini, əhkamullah mətrəh olan 2000-ci fəzail və mənaqib-i xanədan ismət və təharət, duğduman nübüvvət imamət, peyğəmbərان ilahi, İmaman məsum əleyhissalatu vesselam orada əylənənlərin qulağına çatan 3000-ci İmam Hüseyin əleyhissalamın dəniz-dəniz, dərya-dərya məsalibindən müsəlmanlara mətrəh olar. Mən öz növbəmdə bu hədisə əməl eləmiş olan, hər şeydən əvvəl lazım görəyəm, sizin mənəvi məhzərlər üzrə neçə dənə məsail dini və əhkamullah-ı şər'i ərz edəyəm. Məsələni istəyəm, bu barədə xidmətinizdən faydalanan, İslamda namazı məsciddə qılasan, əcri, səvabı, fəziləti artır. Göyün altında, yerin üstündə 7 dənə məscid var. 7 dənə məkan-ı müqəddəs var. O müqəddəs məkanda vacib olan namazı qılasan, əcrün Allah nəzərində çoxdur və məqamın da yüksəkdir. Əvvəlin məscidi ki, göyün altında, yerin üstündə məraci-i buzurcuları təqlid, füqahai izam biz üçün tavsiyə ediblər və onun əhəmmiyyətini bizə aydınlaşdırıblar. Məscid-ül Həramdır. Vaqe edər Məkkə-i Müşərrəmə. Mən baxıyam bu müqəddəs məkanda, Hüseynin əzasında, matəm məclisində şirkət edən ağaların qiyafələrinə görəyən buraya cəm olanlar dindarlardır, namaz qılanlar, oruç tutanlar, Allahı tanıyanlar, Hüseynə ürəkdən əlaqiq qəlbiləri olanlar, tac-damən, pərhizkar, imanlı, qiymətli, hürmətli, məxsusən mənim hacı yoldaşlarım ki, hər səfərində mən iftixar eləmişəm ki, sizin qulluğunuzda olan görəyən bir tedad-ı kəsiri çoxlu hacılarımızdan da məclisimizə zinət veriblər, mənəviyyət məclisimizə artırıblar, şərəf-i hüzurları var. Görübsüz, görəcəksiniz inşallah, Məscid-ül Həram vaqedir Məkkə-i Müşərrəmədə. Məscid-ül Həramda namaz qılasan, səvabı çoxdur. Hər bir rəkət namazının əcri Məscid-ül Həramda, Hicri İsmaildə, Məqam-ı İbrahimdə, Rükn-i Yəmaninin müqabilində
ma'ar-raki'ine, namazı cemaate amil oldular, birbirlerinin yoksullarından, kasırlarından bahaber oldular, hastelerinden bahaber oldular, birbirlerine əz-nəzəri əbad-ı dini, hər sahədə, hər zanirdə devolu yardım yetirdiler, himaye elədilər. Düşmən də fəqət müsəlmanların bu birliğindəndir. Düşmən səy edib ki, həmişə müsəlmanların ittihadını
oturan yolu bir gözleyen. Belaya